Hacı, Quran-Kərimin ayələrinə baxdığımız zaman Rəbbimiz Quran-Kərimdə buyurur ki, qullarımın az bir qismi şükür edəndir. Şükürlü bəndə olmaq bizlərə nələr qazandırır? Siz Quran-Kərimdən ayə dediniz, mən də Quran-Kərimdən ayə ilə cavab olaraq deyim ki, Uca Rəbbimiz Quran-Kərimdə buyurur ki, biz sizə hidayət yolunu göstərdik. İstəyirsiniz şükür edən olun, istəyirsiniz küfr edən. Və buna alimlər izah verir. Deyir, əgər siz şükür edən qul olarsınız, Allah üzərinizdə olan nemətini bol-bol artırar. Küfr edən qul olarsınız, bəndə olarsınız, Allah sizi zəlalətə uğradar. Buradan yola çıxaraq görür ki, şükür etməyin ən başlıca bizə qazandırdığı nemət, üzərimizdə olan nemətlərin bol-bol artmasıdır. İstər maddi nemətlər olsun, istər mənəvi nemətlər. Baxın, İbrahim müəllim orada buyurdu ki, keçən rəvayətdə, yəni ömrümüzün son anlarında şükür etmək bizə daha çox şey qazandırır və yaxud daha çox layiqdir ki, insan yoxsul halında Rəbbinə şükür etsin. Allah Rəsulü bir hədisində buyurur ki, siz özünüzdən yuxarılara deyil, özünüzdən aşağılara baxıb ibrət alın. İnsan özündən yuxarı olanda, hansı postda, vəzifədə olursansa o, səndən yuxarı bir vəzifə var. Hansı maddi vəziyyətdə olursansa o, səndən daha zəngin olan insanlar var. Hətta dünya milyarderləri belə öz aralarında yarış keçirirlər ki, mən nə üçün birinci olmayayım? Artıq milyarderdir, orada belə narahatdır ki, nə üçün mən 25-likdə olmalıyam, 32-də olmalıyam, mən nə üçün 1-də, 2-də, 3-də olmayayım? Bu da narahatdır. Özümüzdən maddi baxımdan aşağıda olan insanlara baxanda görür ki, sən nə qədər maddi imkanın zəif olsa da, səndən daha imkansız olan insanlar var. Hətta biri xəstədir, o xəstə olan insan öz halına şükür etməlidir ki, mən naşükür olmayayım da, mən ayaq üstə gəzə bilirəm. Amma oturaq xəstələr vardır, illərlə o cür həyat keçirir. Oturaq xəstə də Allaha şükür etməlidir ki, mən otura bilirəm. Amma uzanan vəziyyətdə yataq xəstəsi olan insanlar vardır. Yəni, bu baxımdan həyatımızın hansı hissəsinə baxsaq, biz şükür etməyə özümüzü, belə deyək, aludə etsək və özümüzdən əvvəlki insanların həyat tərzinə baxsaq, görürük ki, şükür etmək sonda insanın zəlalətdən, belə deyək, uğra aparır. Bir çox peyğəmbərlərin həyatına baxır ki, onların Rəbbə şükür etməsi, şükür edən qul olması, Əyyub peyğəmbərin hadisəsi göz önündədir. Başına gələn bir çox bəla və müsibətlərə baxmayaraq, övladlarının əlindən getməsi, var dövlətinin əlindən getməsi, canının, bədəninin xəstə olması, amma heç vaxt şükürdən ayrılmır. Hətta şeytan vəsvəsə etməyə yollar axtarsa belə xanımının vasitəsilə yenə də o halından dönmür. Sonunda isə Əyyub peyğəmbərin hadisəsi hər kəsə məlumdur. Gözəl bir formada Allah ona gözəl bir həm dünyada, həm də axirətdə mükafatlar vermiş olur. Yaqub peyğəmbərin halına baxaq ki, məsələn, Yusuf peyğəmbəri ondan Allah alır, amma bir dəfə olsun şükründən, həmdindən ayrılmır. Yusuf peyğəmbərin halına baxaq ki, quyuda olmasına baxaq, yəni zahiri səbəblərlə işin nəticəsi ölüm idi, amma Allah oradan çıxarır. Zindanda olması ən ağır zindan, işgəncəli bir yer idi. Oranı mədrəsə-i Yusifiyə çevrilir və şükür etməklə Allah da o qulun şükrünə görə onun üzərində nemətlərini artırır. Və hətta biz Quran-Kərim ayəsinə baxırıq ki, hər kəs səyi var da, səyinin müqabilində mükafat alar. Mən Avropa ölkələrini, Qərb ölkələrini şükür edirlər deyə üzərlərinə nemət artır deməzdim. Yəni, onların səyi var. Allah da orada demir, müsəlmanlar səy etsə artıracam, ya kafirlər səy etsə artıracam. Kim səy edirsə, zəhmət çəkirsə, zəhmətin müqabilində mütləq mənada mükafat vardır. Bu baxımdan bizim gözəl səy etməyimiz, gözəl çalışmağımız Allahın da bizim üzərimizə nemətlərinin artmasına gətirib çıxarır ki, səyimizin özü də bir şükür halına gəlmiş olur. Yəni, biz səy etməklə, çalışmaqla Allahın o ilahi rəhmətinin üzərimizə müsəlman olaraq daha çox çəkməyə layiq olmuş oluruq. Ən böyük şükür edən də verilişimizin mövzusu olaraq da Allahın rəsuludur ki, o bir gecə ibadət üçün xanımından icazə alır və o gecəni bütövlükdə göz yaşı içərisində, dua içərisində ibadət edir və hətta ayaqları şişəcək hala gəlir. Xanımı soruşanda ki, ey Allahın Rəsulü, səndənmi? Yəni, səndən şükür edirsən, deyir ki, bu qədər ibadət edirsən, buna nə ihtiyac var da? Yəni, sən Allahın seçdiyi bir peyğəmbərsən, deyir ki, xanımına, mən Rəbbimə şükür edən qul, şükür edən bəndə olmayım mı? Yəni, onlar bu qədər nemətlərin, mənəvi nemətlərin, ibadətlərin, şükürlərin, həmdlərin gecə və gündüz içərisində olmasına baxmayaraq, amma yenə də halları buydu. Hətta belə bir deyim var, deyilir ki, biz ibadətdən ayağı şişən Peyğəmbərin yatmaqdan gözü şişən ümmətiyik.
Yəni onlar ibadətdən ayaqları şişərdi, bizim yatmaqdan gözümüz şişər və eyni zamanda İmam Zeynul Abidin əleyhissalam haqqında buyurulur ki, o qədər ibadət edərdi ki, İmam Zeynul Abidin Səccad da onun ləqəbi idi, çox səzdə edən. 6 aydan bir həkimlər onun ayağının, dizinin qabarını təmizləyərdilər. Günümüzün müasir alimlərindən biri buyurur ki, deyir, onun dizi qabarlayardı, çiynində yoxsulların qapısına, xurcunu ilə ehtiyac sahiblərinin qapısına ehtiyaclarını aparardı, çiyini qabarlayardı, amma bizim əlimizdə qabar yoxdur. Bu baxımdan bizim də həqiqətən hər halımızla öz yaşadığımız dövrə, müasir dövrümüzə, müasir texnologiyalarla iş görməyimizə, nemətlər, bir çox nemətlər var ki, onların hamısına şükür etməliyik. Təşəkkür edirəm Hacı.